Əli Baxışov rəqibinə, Xorvatiyalı rəqibinə 3 raundun 3-də də tam üstünlüklə qalib gəldi və növbəti mərhələyə keçdi. Mən burada bir şey demək istəyirəm ki, hələ görürsən, 3 raundun 3-ünü də vuruşanda daha maraqlı olur və belə ki, birinci, ikinci raundu tam üstünlüklə qalib gəldim. 3-cü raund sənin üçün hədiyyə idi. Yəni 3-cü raundda həm dincəldin, həm istədiyin zərbələri vurdun. Artıq rəqib sınmışdı, yəni belə deyək. 3-cü raundda rəqib artıq hazır idi məğlub olmağa. Yəni budur, birinci, ikinci raundu qalib gəlib, 3-cü raundu başlayanda tam üstünlük demək olar ki, səndə olur. Keçən dəfə erməni ilə döyüşəndə döyüşməmişdin deyənə biz də iradımızı bildirmişdik. Əslində sən bu cür döyüşsəydin, erməni sən qabağından uda bilərdin. Ona görə ki, sən bunu bacarırsan, amma nə olur sizə birdən-birə? Düzdür, başa düşmək olur ki, yarışın birinci döyüşləri həmişə biraz çətin keçir, çəki salmaq, bu kimi problemlər. Ancaq ki, hər bir halda, əgər işimiz budursa, döyüşməkdirsə, ringə çıxdın, bilirsən ki, döyüşmək lazım, başqa yol yoxdur. Hər bir halda uğurlar arzulayıram. Bugün, bu dəfəki döyüşdə çox əla döyüşdün və özü təsdiq elədin ki, sən bir Azərbaycan oğlu olaraq döyüşüb bacarırsan. Uğurlar.